Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 157 ünvanında yerləşən yaşayış binasında vəziyyətin kritik həddə çatdığı bildirilir. Mənzil 29-da yaşayan sakinlərin təqdim etdiyi video görüntülər və fotolar binanın artıq real təhlükə mənbəyinə çevrildiyini göstərir. Bir müddət əvvəl həmin ərazidə binanın yalnız fasad hissəsinin üzlənməsi və görüntü xarakterli təmir işlərinin aparılması barədə məlumat vermişdik. Həmin vaxt sakinlər əsas problemin binanın daşıyıcı hissələri, dam örtüyü və kommunikasiya sistemləri olduğunu bildirirdilər. Lakin görünən odur ki, aparılan işlər kosmetik xarakter daşıyıb və problemin mahiyyətini aradan qaldırmayıb. Hazırda Bakıda müşahidə olunan yağışlı hava isə vəziyyəti daha da ağırlaşdırıb. Mənzil 29-da tavandan otaqlara intensiv şəkildə su axdığı, döşəmələrin su içində qaldığı video görüntülərdə açıq şəkildə görünür. Sakinlər suyun vedrə və qablarla toplandığını, mənzildə yaşamağın təhlükəli hala çevrildiyini bildirirlər. Ən narahat edici məqamlardan biri isə binanın daxili hissəsindəki konstruksiyaların ciddi aşınmasıdır. Görüntülərdə taxta örtüklərin çürüdüyü, tavan hissəsində boşluqlar yarandığı və istənilən an uçqun təhlükəsinin mövcud olduğu hiss edilir. Sakinlər bildirirlər ki, yağış yağdıqca vəziyyət daha da kritikləşir. İddialara görə əvvəllər aparılan təmir bərpa işləri əsaslı şəkildə həyata keçirilməyib, yalnız binanın görünüşünün yenilənməsi ilə kifayətlənilib. Hazırki mənzərə isə həmin iddiaların haqlı olduğunu ortaya qoyur.